Xoş gördük əziz səyahət sevənlər. Vuqa Travel yenidən efirdədir. Ümid edirəm maraqlı bir çəkiliş alınacaq. Hər kəsə xoş izləmələr. Rusiya paytaxt Moskva, Kiyevski dəmir yol vağzalı. Bir günlük səyahət eləmək üçün Moskvadan 170 kilometr uzaqlıqda yerləşən Kaluqa şəhərinə yollanırıq. Ekspres qatar ilə Moskva mərkəzindən Kalugaya 2 saat 35 dəqiqə ərzində çatmaq mümkündür. Kaluqa dəmir yol vağzalı. Bugünkü tarix 19 mart 2026-cı il. Kaluqa vilayətinin inzibati mərkəzi hesab olunan Kaluqa şəhəri. Kaluqa vilayəti 22 şəhərdən ibarətdir. Kaluqa şəhərinin əhalisi 325 min nəfərdir. Kaluqa vilayətinin ən böyük şəhəridir. 22 şəhərdən ibarət olan Kaluqa vilayətində 1 milyon əhali yaşayır. Kaluqa şəhəri Oka çayının sahillərində yerləşir. Şəhər haqqında ilk qeydlər 1371-ci illərə təsadüf edir. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən Kaluqa, qala qapısı mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir. Kalqa, kalqan, kaluqan, kaluqa, darvaza, ala qapı, giriş, çıxış qapısı, zastava deməkdir. Şəhərdə yerləşən parklardan biri olan Konstantin Eduardoviç Tsiolkovski adına park. Nikolay Gogol 1827-1852-ci ildə yaşamış yazıcı, şair, tarixçi, publisist. Kaluqa şəhərində yerləşən dünyaca məşhur Tsiolkovski adına kosmonavtika muzeyi. Kosmonavtika həvəskarları üçün mükəmməl bir muzey. 13 iyul 1961-ci il kosmonavt Yuri Alekseyeviç Gagarin gələcək muzeyin binasının təməl daşını qoydu. Muzey 3 oktyabr 1967-ci ildə ziyarətçilər üçün açıldı. Muzeyə giriş böyüklər üçün 500 rubldur. Konstantin Tsiolkovski 1857-ci ildə Rus imperiyası Ryazan quberniyasında doğulmuşdur. Tsiolkovski 10 yaşında olarkən qızılca xəstəliyinə tutulur. Eşitmə qabiliyyətini itirir. Məktəbi tərk etməli olur. Bundan sonra sərbəst təhsil alır. Ailəsi tərəfindən Moskvaya oxumağa göndərilir. Moskvada Tsiolkovski fizika, astronomiya, mexanika və həndəsəni öyrənir. 3 il təhsil alan Konstantin atası tərəfindən geri evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndində fizika dərsi deyir. 1882-ci ildə Tsiolkovski Kaluqa vilayətində riyaziyyat müəllimi kimi işə düzəlir. Jules Verne'nin fantastik əsərlərini oxuyan Tsiolkovski sonralar özü planetlər arası kosmik uçuşlar mövzusunda hekayələr yazmağa başlayır. Evində apardığı ilk sınaqlar zamanı ona aydın olur ki, hərbidə istifadə olunan raketlərin köməyi ilə kosmosa uçmaq mümkün deyil. O, bunun üçün başqa yanacaq növlərini istifadə etməyi təklif edir. Raket sahəsində apardığı tədqiqatların zirvəsi onun 1903-cü ildə Elmi Xəbərlər jurnalında çap etdiyi Kosmosun reaktiv aparatlarla tədqiqatı məqaləsində raket düsturu olmuşdur.
Konstantin Eduardovich Tsiolkovskiy. Fəaliyyəti hərbi uçuş mühəndisi, riyaziyyatçı, ixtiraçı, yazıcı, fizik, filosof, astronom, müəllim, alim, kosmoloq. Tsiolkovskiy 19 sentyabr 1935-ci ildə 78 yaşında Kaloga şəhərində vəfat edir. Muzeydə çoxlu sayda kosmik eksponatlar təqdim olunur. Gördüyünüz bu maket kosmik gəminin iç hissəsidir. Muzeydə kosmonavtların kosmosda necə yaşadıklarını, onların həyat tərzini, onların kosmosda nə ilə qidalandıqlarını öyrəndim. Yolunuz nə vaxtsa Kalogaya düşsə, bu muzeyə baş çəkməyi unutmayın. Muzeyin ərazisi çox böyükdür, 2 korpusdan ibarətdir. 2-3 saat vaxtınızı alacaq ki, bütün eksponatları görə biləsiniz. Muzeydə kosmonavt yeməkləri də satılır. Krem pasta formasında olur. Alıb dadına baxa bilərsiniz. Mən də ilk dəfə idi ki, kosmonavt yeməyinin dadına baxdım. Fərqli bir dad idi. Pasta formasında olur. Yelchinskaya su anbarı. Şəhərdə gəzməli yerlərdən biri də Kaloga ticarət zərgələridir. 1800-cü illərdə ticarətçilər tərəfindən inşa olunmuş ticarət zərgələri günümüzün bu gününə qədər qorunub saxlanılır. Kalogaya aid əl işləri, hədiyyəlik əşyalar satılır. Şəhərdə müxtəlif yerlərdə kiçik kosmonavtların heykəllərini görə bilərsiniz. Bu isə şəhərə başqa bir gözəllik qatır, turistlərin marağına səbəb olur. Mərkəzi park və aşağı hissədə yerləşən Kaloga şəhərinin əsas simvollarından biri olan Oka çayı. Yay mövsümündə çay boyunca gəmilərlə səyahət edə bilərsiniz. Kosmonavt heykəllərin biri də bu mağazanın önündə yerləşir. Kalogaya məxsus bir şirniyyat növü var, Kalorskaya testa adlanır. Dadına girib içəridəki mağazada baxacağıq. Özümə də çox maraqlı gəlir. Keçək içəri görək maraqlı nələr var. Парик, замешанный и заваренный в сахарно-паточно-медовом сиропе, добавление 4 пряностей, бадьян, корица, кардамон, гвоздика и ржаной сол. А еще мы всех обязательно угощаем нашим пряничком печеным. Держите. Прянички наши хоть и привычные, но необычные. Отличаются от любых других прежде всего тем, что в нашем... Kalorskaya testa adlanan şirniyyat növü bildiyimiz Rus pryanikinin duru formasında olur. Özünə məxsus bir dadı olur. Dadına baxdım, çox bəyəndim. Hətta özümə hədiyyəlik də aldım. Kaloga səyahətimizin sonuna gəlib çatdıq. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm və Kalogada yaşayan bütün Azərbaycanlıları salamlayıram. Vaxtınız və zamanınız olduqca səyahət edin. Adama gəzmək qalar. Vuga Travel.